Qardaş, keçən dəfə Mumudan Airportsa qaz vermişəm. Mən göndərdikləri Airportsa bax. Sən o düzəməlli bir Airports ver mənə. Ay, düzgün zakaz verməmişəndə Mumudan qəşəng yer var. Qardaş, sən ilk müştəri deyilsən ki, Mumudan şikayət edirsən. Hamı bizə ondan şikayət edir. Bax, real. Gəlirsən, gözünlə baxırsan 25 manat. Səsi, keyfiyyəti, bası, hər şey yerində. Götürürsən, çıxıb gedirsən. Hə qaqa, Allah razı olsun, ver gəlsin. Hə, nə verə 25 manat AirPods olur, Mumuda o 6 manatdır. Qardaş, Azərbaycanda bunu ən ucuz satan mənəm. Nəinki Azərbaycanı? Bu heç nə Çində, nə Dubayda heç 6 manata mum mayası deyil. Sən nə danışırsan? Mənim əmim oğlu Dubayda qalır. Soruşmuşam, deyir burada 3 manat 80 qəpikdir. Elə? Elə. Davay, gəl getdik Dubaya. Sən mənə 13 manat 80 qəpik oradan tapmasan, səni orada çiləyəcəm. Amma bu viddə yox, mənim orada adım sanım var. Get əyni bir dəyiş. Onda mə bahalı şey al. Bax, Yetka, görsən, indi gəlmişik Dubaya. Hə. Aeroportda da. Ay, qaqa, mənim sözüm söz deyil. 3 manat 80 qəpiyə bu Dubayda sən o AirPods-u alıb verirəm. Sən nə deyirsən? İndi sənin əmin oğlu o deyən dükana biz gedirik, sən dediyin yerə. Orada 3 8-də olmasa sənin pasportun burada cırıram, qalırsan burada. Eləmi? Çıl, gəl də get. Bu tərəfə, orada. Duba görmüşəm. Bax, ağa, mənim əmim oğlunun dediyi yer buradır. Gəlib çıxdıq Dubaya. Ən ucuz AirPods satılan mağazin. 3 manat 80 qəpiyə. Gəl içəri. Gəl. Assalamu alaikum my friend. Assalamu alaikum. Alaikum bro. Alaikum assalam. Bro, AirPods. How much? The best price for Azerbaijan people just 45 dirham, man. 45 dirham. Just, Aa, not 45, 25 just. manat gördün. 25 25 sənə manat. görə. Bu da sənin əmin oğlunun dediyi dükan. Hə, bu uşaq yəqin işə düzəlir. Məni tanımır. 3 manat 80 qəpik. Sən buna denən? He said last price how much? That price for Azerbaijan people. Görsən deyir Azərbaycanlara ancaq olacaq 45 dirham. Qoy çıxım siqaret çəkim gəlirəm. Hara çıxırsan gözlə? Bildiyi mərcimiz alınmadı. Mən nətər başa gedəcəm? Get əmin oğlu sənə aparsın. Ay, mühabbət etdin mi?